komandanın çıxışları haqqında nə deyərsiniz? Çox razıyam. Belə Qadi qaydandan bəri daha da maşallah gözəl nəticələr göstərir. Belə göstərir ki, Qadinin Qarabağdakı Qadi ilə eşidək Qadi arasında çox böyük fərq var. Məni çox sevindirir. Çox şükür, çox razıyam. Bugünkü oyun da çox çətindir, ağır koşullarda keçdi, çox soyuq idi. Və Sabah komandası da Azərbaycan'a iddialı. Maşallah. Güclü oyun sərgilərdə göstərdilər. Qarabağda gözəl olmadı. Bir nəticə. Gözəl, biz də puanımızı kazandık. Həm burada, həm kupada inşallah biz İsraillik ki, hər iki tərəfdə də biz hədəflərimiz büyük çempionluq istedik. Bir daha Avrupa'da şansımızı deneyəcək. Geçen seneki başımıza çıxan ağır rəqiblər inşallah bəlkə bu sene daha şanslı olacaq. Daha özümüzə uyğun rəqiblər çıxsa inşallah daha da gözəl olur. Ötən il Qızıl Dubl ilə başa vurmuşdur. Bu il üçün də yəqin plan budur. İnşallah sabah gözləyirik. İnşallah cavab oyununda oynayaq. Qızıl Dubl inşallah bu sene bir götürəcək. Qarabağın inkişafı normalde dediği kimi kadın büyük sevinçlə qarşılayıram. İnkişaf eden, özünü göstərecək futbolcularımız var. Uyğunlaşan elə. Uzun müddət oynayan uyğunlaşan. Bunlar da çok büyük nəticələr göstərən. İstedadlı futbolcularımız var. Biraz da hoca inanır, biz də inanırıq. Vaxt lazımdır. Bəzən dəyişiklik olanda burada vaxt lazımdır ki, olmasın. Məncə hər oyun Qarabağın ləhiyinə gedəcək. Rahil bəy, Avrokubokların formatı bu ildən dəyişdirildi. Yəqin ki, Qarabağ yayda fərqli Qarabağ görə bilərik. Görə bilərik ümumiyyətlə belə transferlər. İnşallah. Transfer məsələsində hər şey Qurban Hocanın əlindədir. Bunu tam samimiyyətlə görürəm. Onu klub rəhbərliyi hamımız dəstəkləyir, sponsor da dəstəkləyir. Qurban Hoca çox çətin seçim. Hər adamı seçim. Özünə məxsus bir dəst xətti var. Biz onun arxasında dayanmışıq. O nə desə biz onu eləyəcəyik. Hamımız o barədə tam bir-birimizə dəstəkləyir. Növbəti mövsüm Azərbaycan çempionatında klub sayı artırılacaq. Bu barədə nə deyə bilərsiniz? Gözləntiləriniz nədir? Eğer bu artış futbolun keyfiyetine hizmet edecekse ben ona tarafım. Göreceğim inşallah. Onu biraz tecrübeden sonra göreceğim. Bəs legioner limitinin ləğvi ilə bağlı nə deyə bilərsiniz? Hem sevinirim, hem üzülürüm. Sevinirim ona göre ki elimiz açılır. Rakiplere karşı biraz daha elimizde imkanlar yapılır. Üzülürüm çünkü bu Azerbaycan futbolunda bu kısa müddetli bize xeyrimiz olacak. Kulüpler həmişə. Kısa müddetli xeyr, hem de uzun müddetli zərərimiz olacak. Çünkü öz futbolcularımızı biz artık hayat böyle. Eğer limitler kaldırılsa, işin tezine kaçırsa ve üst getirdiği futbolcuları getirirse. Ona göre böyle plus'u veren de Azerbaycan futbolu ki ben isterdim ki belki bu məhdudiyet kalsaydı uzun müddet. Siz necə düşünürsünüz? Həm yerli futbolçulara şans verməyə davam edəcəksiniz, yoxsa müqaviləsi bitən oyuncularınız da var, yerli və ya Bu xarici? tamamıyla Qurban Hoca'ya ait bir sualdı. O barədə biz Qurban Hoca'ya dəstəkləyirik. Mən əminəm ki, onun seçdiği futbolcuları var. Onlara etibar edilir. Qurban Hoca'da bir xasiyyəti var. Bir futbolcuya inansa onun dalında durur ve ona şans verir. Ona göre biz tamamıyla onun teknik bir sualı var hocam. Rahil bəy, köhnə mövzu ilə əlaqəli bir sual verim. Sizin baza tikmək məsələnizdə bir yenilik var mı? Hayatımdaki benim en büyük, beni üzen, məyus eden meseledir. Təəssüf ki yoktur. Təəssüf ki yoktur. Yer tapabildik, yerimiz yoktur. Yer de verilmir. Xahiş eləmişik, çox istəmişik. Biz hazırıq. İnvestisiya hazırıq. Hər cürə suraxanədə xahiş eləmişik. O yer boşaldılır. Başqa da uyğun bir ərazi tapabildik. Çox böyük bir təəssüf hissi var məndə o barədə. O Qarabağın çox böyük əksikliyidir. Diğer kumalardan da biz o barədə geridəyik. Uğurlar, sağ olun.